En büyük yanlışlık bilirsin nələrdir Cahir bəy. Mən bu adamın təşkilatının logosuna baxdım. İsrailin emblemi Azərbaycan xəritəsi onun içində. O necə olur? Da ki, altı güşəli İsrailin bayrağının logosu yoxdur. Azərbaycan xəritəsi. Azərbaycan xəritəsi onun içindədir. Necə ki, vəd olunmuş torpaqlarda bir İsrail xəritəsi çizirdiler. Bu altı güşəli logonun da onun üstünə qoyurdular. Bir baxıram, o təşkilat Azərbaycan xəritəsini də ora qoyur. Bu adam deyir ki, mənim atam Azərbaycanlıdır, anam İsraillidir. Özü açıqlaması var, o gün baxmışam. Və bu adamın ərəb ölkələrində təşkilatı var. Birləşmiş Ərəb Əmirliyində. İndi də orada təşkilatlanır. Sən Azərbaycan təşkilatısansa, sənin Birləşmiş Ərəb Əmirliyində ayrı-ayrı ölkələrdə İsrailin təbliğatını niyə aparırsan?